Azərbaycan qadınında şəxsi sərhəd deyə bir şey yoxdur. O kodlar bastırılır səndə. Sevgililik dönəmində həmin o kodlar aktiv olmur və sən insanın kim olduğunu əslində tanımırsan. Usta nömrələri belə tanıyan xanımlarımız var ki, en qədərdir. Yəni usta ilə zəng ilə danış. Deyirsən ki, niyə sən eləyirsən, yoldaşın eləmir. Deyir ona nə qədər deyirəm, eləmir. Müəyyən bir çətinlik görmüş bir ailədə böyüyən qızlar da var ki, deyir ki, tam fərqində olan bir formada deyir ki, mənim həyatım bu cür olmayacaq. Mən xanım xatın oturacam evdə və mənə hər şey gələcək. Belə də olur. Pul da gəlir, var-dövlət də gəlir, yoldaş da ona bütün İstədiyi maaşıdır. kimi. Bütün maaşı, bütün kartı da ona verir. 22 yaşında başa düşdüyünü mən 33 yaşımda başa düşmüşəm. Ən ideal yoldaş belə işə gedir, gəlir, Dincəlir. sağ olsun, biraz bazarlıq eləyir və deyir ki, mən yoruldum, mən işdən gəlirəm. Amma biz qadınlar yoruldum sözünü çox nadir hallarda istifadə edirik. Ümumiyyətlə heç istifadə eləmirik demək olar ki. Sanki bizə yorulmaq olmaz. Salam, xoş gördük Kəmalə xanım. Hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Bugünkü mövzu məni xüsusilə cəlb eləyir, maraqlıdır. Əslində mövzunun adını bugün məsələn qadın və kişi enerjisi kimi adlandırmaq olar, amma mən bilirəm ki, bizi izləyənlərin çoxu qadınlardır. Düşünürəm ki, bu onlar üçün bunu bilməlidir. Bugünkü bilikləri qadınlarımız, xanımlarımız bilməlidir ki, qadın nədir, qadın enerjisi nədir, qadın enerjisi bloklayan səbəblər nə ola bilər? Çünki həmişə deyirlər ki, yəni qadının öhdəsinə böyük məsuliyyət düşür. Evdə, ailədə. Qadın əvvəlcə qız övladıdır, bacıdır, anadır, sonra övlad sahibi olur və ailədə ən vacib faktorlardan biridir. Qadın, ana, həyat yoldaşı. Və bizim qadınlarımızda bir xüsusiyyət var ki, onlar həmişə fədakar olmağa çalışır. Çalışır hər kəs razı qalsın. Həyat yoldaşı, övladlar, uşaqlar, hər kəs yerli yerində olsun. İşgüzar qadınlar üçün biraz da məsuliyyət 2 qat artır. Onlar həm işə çatmalıdır, ev işlərində görməlidir. Bu xırda-xırda məqamlar var, hamısına aydınlıq gətirəcəyik. Amma birinci sual olaraq istəyərdim ki, qadın enerjisi nə deməkdir? Qadın enerjisini bloklayan səbəblər nə ola bilər? Və bunu açan, buna kömək edən, bu enerji axınını açmağa kömək edən səbəblər nə ola bilər? Bizə biraz informasiya verin, kömək eləyin. Mən də sizi salamlayıram. Çox sağ olun dəvətiniz üçün. Yenə də növbəti bir aktual bir mövzuya toxunuruq. Çünki hal-hazırda Azərbaycan qadınını biz fədakar qadın daha çox deyə bilərik və biz analarımızdan, nənələrimizdən görmüşük ki, biz qadın olaraq bütün həyatımızı ailəmizə fəda edirik. Yəni demək olar ki, özümüzü düşünmürük. Demək olar ki, tək ki yoldaşıma yaxşı olsun, tək ki uşaqlarıma yaxşı olsun, tək ki anam atam mənimlə fəxr eləsin kimi düşüncələrlə yaşayırıq. Və qadın enerjisi ümumiyyətlə çox möhtəşəm bir enerjidir. Qadın enerjisi ilahi bir enerjidir. Çünki ən azından ona görə ki, biz bətnimizdə insan yetişdiririk və o insan cüzi bir xırda bir mikroskopik bir şeydən əmələ gəlir. 9 ay biz onun bətnində böyüdüb və övlad dünyaya gətiririk. Düzdür, övladı olmayan xanımlarımız da var. Yəni sadəcə qadının gücündən danışmaq istəyirəm. Sadəcə elə bu bəsdir ki, bizim artıq nə qədər güclü və möhtəşəm bir varlıq olduğumuzun isbatı kimi. Amma təəssüflər olsun ki, qadın anlayışı hal-hazırda fərqli formatda algılanır. Sanki sən qadınsansa, nədənsə güclü ol dedikdə biz düşünürük ki, qadın belinə, nə bilim, dəmir, kərpicləri götürüb və yaxud da evin bütün santexnika işlərini görən bir varlıq olmalıdır. Elə qadınlarımız da var yəni. Və bütün həyatını fədakar eləməlidir yoldaşına ki, yoldaşı ondan razı olsun. Çünki bütün hamısı bu cəmiyyət tərəfindən ötürülən kodlardır, yanlış kodlardır. Amma qadın olmaq, qadın olaraq da güclü olmaq və o balansı fərqində varmaq. Çünki qadın olsa güclü bir varlıqdır. Baxın, sizin də övladlarınız var, mənim də övladlarım var. Bizə baxan xanımların da, kimlərin ki övladları var, övladları olmayan xanımlar da olsun. Hər birimiz ən azı səhər saat 6-da, 7-də dururuq. Yeməyimizi bişiririk, evləri yığışdırırıq, yoldaşımızı, uşaqları işlə, bağçaya, yola salırıq. Düzdürmü? Daha sonra iş xanımıyıqsa, öz işimizə gedirik və təzədən işdən qayıdarkən belə yenə də biz ailəmizə xidmət eləyirik, ailəmizə qulluq eləyirik. Amma yoldaşlarımız, ən ideal yoldaş belə işə gedir, gəlir, Dincəlir. sağ olsun, biraz bazarlıq eləyir və deyir ki, mən yoruldum, mən işdən gəlirəm. Amma biz qadınlar yoruldum sözünü çox nadir hallarda istifadə edirik. Ümumiyyətlə heç istifadə eləmirik demək olar ki. Sanki bizə yorulmaq olmaz. Bizə qadağandır. olmaz. Biz evin bütün santexnika işlərini bilirik.
Biz xanımlar evin nə bazarlığı lazımdır, hamısı bizdən keçir. Uşaqların bütün hazırlıqların kontrolun, bağça kontrolu, yoldaşın geyimin kontrolu, yoldaşın özünün kontrolu ki, ona da biz nümunəvi bir xanım olmalıyıq və s. çünki onun da tələbi odur. Nədənsə hər kəs Azərbaycan qadınından nəsə böyük bir şey gözləyir. Gözləntidədir, bəli. Eləməlisən, baxmalısan, mənə qulluq eləməlisən. Borcundur. Evdə yemək bişirməlisən. Yəni çox nadir hallarda olur ki, xanım desin ki, mən yoruldum. Gəlin sifariş eləyək və yaxud da gedək bir kafedə yeyək və evdə hamı desin ki, hə, həqiqətən də doğrudan sən yorulmusan axı, gəl Yəni gedək. anlayışla qarşılasınlar. Bəli, çox nadir hallarda elə olur. Yəni adətən olur ki, sən niyə varsan ki? Səni niyə almışam ki? Düzdürmü? Belə bir cümlələrlə də rastlaşırıq. Yəni bu o demək deyil ki, kişi pisdir, qadın yaxşıdır. Yox, əsla. Yəni biz sadəcə Belə öyrəşmişik yoxsa? biz belə görmüşük. Biz nəsə deyəndə, söz deyəndə ki, mənim istəklərim var. Mən hər hansı bir arzu, niyyətimə çatmaq istəyirəm. Mən karyeramda yüksəlmək istəyirəm. Birinci bizə baskı nə olur? Sən anasan axı artıq. Sən axı artıq həyat yoldaşısan. Sənin uşaqlardan başqa, yoldaşından başqa nə maraqlı ola bilər ki? Niyə maraqlı olsun ki sənə? Və artıq qadın öz gücünə, öz düşüncələrinə, öz istəklərinə pis Şübhə ilə bir şey yanaşır, kimi bəli. yanaşır və şübhə ilə yanaşır ki, mən bunu istəməklə yəqin yanlış bir hərəkət eləyirəm. Çünki yenə də gəlirik, çıxırıq biz nəyə? Biz anamızdan bunu görmüşük. Anamız bütün həyatını bizə həsr eləyib. Biz üçün işləyib, biz üçün nələrəsə dözüb, qaynana, qaynat. O vaxt ki, qaynana, qaynatalar daha ağır xasiyyətli idilər. Onları baskısına dözüb və mən sizin üçün həyatımı fəda eləmişəm kimi bir borcluluq duyğularını bizə ötürüblər. Və biz də bəzilərimiz anam mən xoşbəxt olaram, anam pis olar şuuraltı kodu ilə yaşayırıq və yaxud da mənim xoşbəxt olmağa haqqım yoxdur kodu ilə yaşayırıq və yaxud da mən buna layiq deyiləm. Mən kiməm ki, mən xoşbəxt olum? Yəni bütün bu düşüncələr gətirir bizi bir yerə çıxardır ki, artıq biz qadın olduğumuzu və qadın olduğumuza görə peşman olduğumuzu hiss eləyirik. Sonra qadın düşünür ki, kaş ki mən kişi olardım. Qadın da oldu. Nəyə görə kişi olmaq istəyir? Çünki kişi bizim cəmiyyətimizdə sərbəstdir. Kişi istədiyi vaxt gedib dostları ilə gəzə bilir. Heç kim ona heç nə demir. Heç kim ona heç nə deyə bilməz. O kişidir, gedir, eyni açılsın. Kişi gedib vaxtını necəsə səmərəli, maraqlı keçirə bilər, futbol baxa bilərlər, nə bilim, nəsə gülüb danışa bilər. Evə istədiyi vaxt gələ bilər. Düzdürmü? Ona heç kim heç nə demir. Amma biz qadınlar biraz da olsa ayağımız büdrəsə, bütün qınaq gəlir qadına. Biz elə bir cəmiyyətdə yaşayırıq və bizim ruhumuzun da bu cəmiyyətə düşməsi də təsadüfi bir şəkildə deyil. Bizim buradan alacağımız dərsimiz var ki, biz bu toplum içində özümüzü tapmalıyıq. Dərsimiz budur. Özümüzü tapmalıyıq və heç kəsdən asılı olmamalıyıq. Şəxsi sərhədlərimizi qurmağı öyrənməliyik. Çünki Azərbaycan xanımında, Azərbaycan qadınında şəxsi sərhəd deyə bir şey yoxdur. Və düzdür, indi hal-hazırda formalaşır yavaş-yavaş. Bəli, Qızlarımız daha işləyirlər, pul qazanırlar, daha belə yetişkin olurlar, daha sərbəst olurlar. Amma bu balans pozulur, bilirsiniz niyə? Çünki qadınlar istəmədən şuuraltı olaraq kişiləri hardasa əzirlər. İstəmədən. Yəni qətiyyən Bilərəkdən eləmirlər. yox. Çünki balans hələ ki tənzimlənməyib. Balans o zaman tənzimlənəcək ki, cəmiyyətdə həm kişilər uğurlu olsun, həm qadınlar. Amma indi əgər baxsaq, cəmiyyət indi qadınlarımız daha çox uğur qazanırlar. Görürsünüzmü? Son illərdə elədi, nə gözəl. Qadın əlbəttə ki, gözəldir. Əlbəttə ki, mən çox sevinirəm güclü xanımlarımızı görəndə. Artıq qadınlar öz ayaq üstə dururlar. Yəni özləri özünə maşın alacaq qədər Qazanırlar və bunu istəyirlər, bunun üçün çalışırlar. ev ala bilirlər, Bəli. uşaqlarını böyüdə Niyə bilirlər də yox? və bilirsiz sual yaranır ki, onda mən kişini nə edirəm? Yanındakı kişini istər-istəməz başlayır əzməyə. İstəmir, amma əzir. Bu bir eqoizm. Bu bir eqoizmdir. Bir müddətdən sonra, 10, bəlkə 20, 30 ildən sonra bu balans, bu sistem Bərabərləşir. bərabərləşəcək və artıq yəni kişilər də daha belə deyim, Anlayışlı olacaq. anlayışlı olacaq və qadınların gücünü qəbul edəcəklər. İndi hazırda kişilər qadınların gücünü çox da qəbul eləmirlər və paxıllıqla yanaşırlar buna. Doğrudan. Əgər bir ailədə kişi çox da uğurlu deyilsə, yəni belə alındı hansı bir səbəblərə görə və orada qadın qabağa gedirsə, kişi başlayır ona paxıllıq eləməyə. Paxıllıq nəticəsində başlayır dava qırğı, başlayır qadını qısıtlamaq və qadın başlayır əsəbləşməyə ki, sən məni niyə qısıtlayırsan axı, bəs mən
uğur qazanmaq istəyirəm və sairə və buna görə ailələr dağılır. Nəyə görə indi hal-hazırda ailələr dağılır? Bu qədər boşanma var. Bəli. Yəni bir müddətdən sonra bu da balanslaşacaq. Çünki kişilər də yavaş-yavaş bunu qəbul eləyəcək siz demişkən və artıq bunun doğru olduğunu qəbul eləyəcək. Çünki kişilər də qınamalı deyil. Onları böyüdən valideynlər ilə analar hər zaman deyiblər ki, sən üstünsən. Adi bir ailədə bacı-qardaş varsa, Bəli. orada nədənsə həmişə Fərq qoyurlar. qardaş Hiss eləyirsən. daha üstün kimi. Yəni o mənim arxa dayağımdır. Amma nəticə etibarilə nə görürük? Yəni daha çox qadın olur o arxa dayaq və yəni artıq ailədən başlayır o ayrı seçkilik və bir müddətdən sonra qadında qarşı cinsə qarşı hirs başlayır, nifrət başlayır. Sanki ona bir sübut eləmək kimi bir hiss başlayır ki, və yaxud da valideynlərinə şuuraltı olaraq sübut eləmək istəyir ki, baxın gördünüz, siz mənim qardaşımı tərifləyirdiniz, amma mən ondan daha yaxşı çıxdım və s. Bu kimi sübutlar. Bu da egoya enik gəlmək kimi bir şeydir. Qadında bu bir növ biraz aqressiya yaradır ki, bu da qadına yaraşmayan, xas olmayan bir, necə deyim, amillərdən biridir. Çünki qadın enerjisi daha çox bildiyimiz qədər yumşaq bir enerjidir. Bəli. Bu mərhəmət, məhəbbət, sevgi enerjisidir və bundan uzaq düşən qadın ki, deyir ki, məişət həyatı, ailə həyatı bu məni buna məcbur eləyir. O məcbur da artıq biraz aqressiv və kobud rəftara. O belə kobud, aqressiv olduqca da onun həyatı məhvə doğru gedir. Bəli. Xüsusilə şəxsi həyatı istər yoldaşı ilə münasibətdə, istər övladlarla da münasibətlərdə konfliktlər yaranır. Deməli, burada qadın enerjisi hardasa, enerjisi, titrəşimləri sizin dilinizdə aşağı düşüb. İndi bunu necə tarazlayaq, yüksəldək ki, qadınlar öz dəyərini bilməlidir, yoxsa özünü sevməyə başlamalıdır? Bu yol hardan başlamalıdır ki, hamı qadını başa düşsünlər ki, qadın da istirahət eləyə bilər, o da özünə, gözəlliyinə vaxt ayıra bilər. Bu onun haqqıdır. Nə vaxt ki, qadın özünə buna layiq biləcək, Nə gözəl. nə vaxt ki, qadın özünə gedib hər hansı bir əşyanı alanda tamamilə ürək rahatlığı ilə alacaq və deməyəcək ki, mən niyə belə aldım, mən almamalıydım, gərək evə Özünə alardım. qıyacaq nə zaman. Özünə nə vaxt ki, qıyacaq. Evin bütün qazancını produkta, uşaqlarına xərcləməyəcək. Nə vaxt ki, artıq bu da mənim haqqımdır deyəcək. Baxın, ailədə çox müraciətlərimiz gəlir ki, bəs yoldaşım məni qısıtlayır. Yoldaşım məni qoymur inkişaf eləməyə. Qadın deyir ki, mən inkişaf eləmək istəyirəm, amma yoldaşım narsistdir. Təzə bir söz çıxıb, narsist. Və psixologiya deyir ki, narsist dəyişmir. Psixologiya tamamilə buna əminliklə deyir ki, narsist dəyişmir. Amma narsist kimdir? Narsist bir qurbandır. Travmatik bir qurbandır. Sadəcə qarşına ondan daha betər qurban rolunda bir insan çıxıb. Ona görə də o öz gücü ilə onu əzməyə başlayır. Amma sən həmin o narsisti göndər özgüvənli bir xanımın yanına, Nə baş özünə verir onda? dəyər verən Aha. bir xanımın yanına, Məhv olur. orada olacaq qurban rolunda. Orada artıq narsistik heç bir Əsər əlamətini əlamət qalmır. göstərməyəcək. Psixologiya çox israrla deyir ki, narsist dəyişmir. Mən deyirəm ki, dəyişir. Bəli. Çünki narsist bir qurbandır. Narsist hisslərini tanımayan, nə istədiyini bilməyən və uşaqlıqdan əzilmiş bir insan modelidir. Yəni əsasında kişilər, əgər kişilərdən Travmalı bir danışılırsa, insan. bəli, qadınlar da narsistlər var. Analar var narsist ki, uşaqlarını məhv eləyirlər psixologiyasını. Amma biz indi kişi-qadın münasibətindən danışırıqsa, kişilərdən bəli söhbət gedir. Narsist qadını bir insan qarşı tərəfi niyə əssin? Niyə onun psixologiyasını məhv eləmək istəsin ki? Öz üstünlüyünü sübut eləmək üçün. Öz egosunu təmin eləmək üçün, düzdürmü? Amma sən qarşıva əgər tam egosu yerində olan, tam özünü tanıyan Özgüvəni yerində olan bir insan çıxır. bir insan çıxsa, o sənə icazə verməz axı. Narsist başlayacaq nə etməyə? Həmin xanıma hədiyyələr verməyə. Və sən qıraqdan baxacaqsan şok vəziyyətində ki, bu necə olur? Bu mənim həyatımı məhv elədi. İllərimi aldı, məni psixoloji olaraq darmadağın elədi, amma gedib başqa xanıma tamam münasibət göstərir. Çünki o xanımın enerjisi fərqlidir. Nə gözəl məqamdır. Aha, deyindi, dərhal bir sual gəlir. Deyirəm sual. Elə onu demək istəyirəm ki, bəzi qadınlar var ki, hamı onu sevir. Sanki onun həyatında şəxsi həyatı da qaydasındadır, karyera həyatı da qaydasındadır. Amma əksinə daha çox canfəşanlıq göstərən, fədakarlıq göstərən qadın isə diqqətdən kənar, sevgidən kənar qalır. O nə qədər fədakarlıq göstərdikcə elə bil ki, onun dəyəri bilinmir və belə qadınlarda adətən elə siz dediyiniz kimi narsist bir tip insanların, kişilərin qarşısına çıxır. Burada paradoks nədir? Niyə belə qismət alınır?
Yenə gəlirik kodlara. Yenə gəlirik uşaqlıqdan gələn, ötürülən ailə modelinə. Əsasən 90% özünü tam şəfalandırmayan, ümumiyyətlə şəfa sözü nədir, bu sistem nədir sözünü anlamayan insanların ailə həyatında əgər dönüb baxsalar görəcəklər ki, öz həyatları ya ata yoldaşları ya ataya bənzəyir, ya anaya bənzəyir. Ümumiyyətlə ailə modelini götürsələr isə yaşadıqları ailə modeli ilə eynidir. Yəni qızlar gedir atasına bənzər bir Atasına həyat bənzər yox, yoldaşı. bəzən anasına bənzərdir. Uşaqlıqda əgər ata-ana münasibətində şiddət görülübsə, düzdürmü? Artıq orada sevgi yoxdursa, şiddət varsa, əgər xəyanət varsa, pul gəldisə, ata başladı xəyanət eləməyə. Pul gəldisə, ata getdi ikinci, üçüncü ailə saxladısa və yaxud da pulsuzluq içində şiddət var idisə, ananı orada saymırdılarsa, bibilər, nənələr, fərq yoxdur, nənəsi, babası, adam yerinə üzr istəyirəm qoymurdularsa, o qadında artıq bir əzilmiş ailə modeli var ki, yəni bu artıq var. Yəni bu mövcuddur. Və gələcəkdə o özünə söz verir ki, yəni heç bir fərqində olmadan deyir ki, mən belə olmayacağam. Yəni mən istəmirəm anam kimi olub. Düzdürmü? Amma nədənsə Elə olur. həyatı anasından daha betər olur. Çünki burada başlayır qınaq, burada başlayır bəzi sistemlər aktiv olur, amma ümumi desək, orada artıq şuuraltı olaraq kod var ki, mən bu cür olmaq istəmirəm. Yəni mən bunun fərqində deyiləm və mən bunu istəmirəm. Sistemə gedir kod ki, yəni istəmirəm olmayan şeyi, yəni olan şeyi sanki sən enerji verirsən. Məsəl üçün qızın ailə modelində var ki, ata şiddət göstərir. Düzdürmü? Və gedir ailə həyatı qurur və eynilə də yoldaşı da ona başlayır şiddət göstərməyə. Düzdürmü? Baxın, burada çözülməyən bir məsələ var. Bizim dilimizdə desək, biz bir məsələni çözməyənə qədər o biri məsələlərin heç biri çözülməyəcək. Çözmək nə deməkdir? Mən başa düşürəm ki, mənim atam anama qarşı yanlış bir şey edib. Ona şiddət göstərib. Bu məndə travma yaradıb, düzdürmü? Travma yaradıb və mən o travmanı 1%-ni belə qarşı cinsdə görəndə mən nə edirəm? Mən qaçıram oradan. Sistem bizə nə deyir? Kainat sistemi, ümumiyyətlə qanunlar, kainat qanunu deyir ki, sən o dərsdən qaçmayacaqsan. Sən o dərsi Həll gedib edəcəksən. həll eləyəcəksən, çözəcəksən o məsələni, qəbul edəcəksən və mən burdan nə öyrəndim sualının cavabını tapacağam. Amma sən o dərsdən qaçırsan. Bir qaçırsan. Qaçdın. Gəlirsən qabağına başqa 2-3 il keçir, sənin qarşına başqa bir insan çıxır və siz onunla çox mehribansınız çünki sevgililik dönəmində bütün müsbət o belə deyim, kortizoldur olsun, dopamin olsun, həmin o maddələr insanlarda çox yüksək səviyyədə aktiv olunur. Bəli. Və sən artıq o kodlar bastırılır səndə. Sevgililik dönəmində həmin o kodlar aktiv olunur və sən insanın kim olduğunu əslində tanımırsan. O bir müddət sonra Daha başlayır. çox ailə həyatı qurandan Da, sonra bəli. üzə çıxır. Bəli. Çünki ailə həyatı qurursan, bir rahatlıq gəlir insana. O hissləri aldın, başa düşdün nədir, nə deyil. Və daha sonra artıq başlayır kodlar aktivləşməyə. Sənin daxilində əgər bu kod varsa ki, kişi mənə şiddət göstərəcək, çünki mənim atam anama şiddət göstərib, bir müddətdən sonra sənin davranış modelin, anavın davranış modelinə bənzədiyi üçün qarşı tərəfdə bu şiddəti sənə göstərməyə başlayacaq. Çünki sən o davranış modelini özündə dəyişməmisən. Səndə o hiss olaraq qalıb. Sənin atan anavı şiddət göstərəndə həmin o qorxu, həmin o həyəcan, həmin o narahatlıq hissi sənin artıq bədənində qalıb. Və sən artıq o kişi ilə münasibətə girəndə həmin o səndə bloklanan o hisslər, necə deyim, aktivləşir və sən artıq qarşı tərəfə o enerjini ötürürsən ki, mənlə bu cür rəftar eləmək olar. Mən enerjiyəm, siz enerjisiniz. Burada hər şey enerjidir. Yəni biz sizinlə enerji səviyyəsində hal-hazırda danışırıq. Siz dediniz ki, səni özümə yaxın bilirəm. Mən də dedim ki, bəli, mənə belə bir insan lazımdır ki, yəni mən də onunla rahat olum. Yəni biz enerji səviyyəsində birləşdik. Düzdürmü? Frekanslar eynidir çünki. Yəni burada bənzər-bənzəri çəkər qanun. Bənzəri, bəli. Və siz də gedib əgər bir xanım bu travmanı burada çözməyənə qədər, ata ilə olan məsələni, ana ilə olan məsələni çözməyənə qədər ailə həyatı Eyni qursa, bənzər hadisə. eyni bənzər. Daha sonra şiddət başlayır daha da şiddətlənmək. Məsələ həll olunmur. Məsəl üçün boşandı, getdi. Övladlara da təsir edir. Övladlara təsir eləyir, bəli. Boşandı, getdi. Yenə də məsələ çözülmədi. Yarımçıq qaldı. Çünki dərsini almaq istəmədi, qarşı tərəfi qınadı. Demədi ki, burada mənim bu kodlarım var deyən, mən bunu hal-hazırda yaşayıram və mən özümü necə dəyişməliyəm ki, bu bir də mənim və yaxud övladlarımın qabağına çıxmasın. Daha sonra getdi,
Bir müddətdən sonra misal olaraq ikinci dəfə ailə qurmaq istəyir. Çox möhtəşəm, çox ideal bir kişi obrazı çıxır onun qabağına. Nə gözəl, əla, super. Amma burada çözülməyən bir ton vəziyyət var. Gedir o kişi məsəl üçün 2-3 ildən sonra öz xarakterini göstərməyə başlayacaq. Niyə? Çünki sən toyun səhərsi sənə şiddət göstərən bir kişini sən bir müddətdən sonra artıq qəbul eləmədin. Sən məsələni çözmədin. Atdın onu, çıxdın, getdin. Məsəl üçün qaçdın, başını götürdün, qaçdın. Sistem artıq bunu yaddaşa saxlayıb ki, bu insan bu fürsətdə qaçır. Deməli neynəmək? O məsələ çözülməlidir axı. Ruhunun boynundadır o məsələ. Sən onu çözməlisən. Daha sonra 2-3 ildən sonra sən 2-3 il möhtəşəm yaşayırsan. Deyirsən nə gözəl bir insan çıxdı mənim qabağıma. Mən heç gözləmirdim. Şükürlər olsun, bütün problemlər arxada qalıb. Amma sən heç bir problemin fərqində deyilsən. Sən ancaq günahlandırırsan. 2-3 il sonra o kişi sənə elə bir zindan həyatı yaşadır ki, sən deyirsən ki, birinciyə şükür olsun. O məsələni də çözmürsən, onu da günahkar sayırsan və başlayırsan üsyana. Təkrar döngülər baş verir. Daha Ta ki sonra- insan fərqindəliyə gələnə kimi. Daha sonra təkrar döngülər baş verir. Daha sonra sən ailə həyatı, yəni ondan da ayrılırsan, misal olaraq və yaxud da ömrünün axırına kimi o şiddətə dözməli olursan və yaxud da ayrılırsan, amma yenə də bir dərs çıxartmadın oradan. Sabah sənin qızın və yaxud da oğlunun qarşısına eyni situasiya çıxacaq. Oxşar gəlinlər gələcək Daha ailəyə. betərləri olacaq. Betərin betəri olacaq. Və bir yerə gəlib çıxacaqsan ki, artıq 60-70 yaşın var və sən haykıraraq deyirsən ki, mən bu həyatı niyə bu cür yaşayıram? Bax, o həddə Kaş ki zamanı geri qaytar. o həddə yaşamağı mən heç kimə məsləhət görmürəm. Ümumiyyətlə çatdırmayın özünüzü o vəziyyətə. Siz bu məsələni çözmək sizin boynunuzun borcudur. Vaxtında yerində Borcunuzdur. Siz ondan qaça bilməyəcəksiniz. Məsələ gəldi çözülməlidir. İndi soruşacaqsınız Biz niyə? istəyirik ki, qalmaqaldan, ailə daxili savaşdan uzaq duraq. İstəyirik ki, ailədə mehribanlıq olsun, sülh olsun, əmin-amanlıq olsun. Sakit durum, susum, dözüm, səbr eləyim. Bəzən mən eşitmişəm ki, məsələn bizim qohumlarda da ağbirçək xanımlar deyirdi ki, artıq qızım ailə həyatı qurursan, bax gedirsən, başqa ailədir, tanımırsan, onların öz adət-ənənəsi, qanunları var. Getdin, lal, kar, kör. Bir bu məsələ var. Bir də Kəmalə xanım, indi biz münasibətlərdən, ailə həyatından danışırıq ki, bizim milli dəyərlərdə, milli mentalitetdə bu çox vacibdir ki, qızlar mütləq ailə həyatı qurmalıdır müəyyən yaş həddinə gələndə. Düzdür, biraz yumşalıb indi müasir dövrdə məsələ, amma yenə də aktuallığını itirməyib. Bu gün də var. Qızlar doğulan günə artıq valideyn narahatdır Cehizlər ki, yığılır. cehiz həmin gündən yığılır və mən bunu necə bir normal bir insana, yaxşı bir insanı xəyal edilər ki, belə bir layiq bir insana verim ki, qızım əzab əziyyət çəkməsin. Bu ailə həyatı qurulanda siz təbii ki, döngülərdən danışdınız, fərqində olmalıyıq, dəyişməliyik. Bu sual da bəlkə tamaşaçılara maraqlı ola bilər ki, biz nəyə fikir verməliyik ki, ailə həyatı quranda? Nəyi ilk olaraq nəzərdə saxlamalıyıq? Bu münasibətlər sevgi münasibətində qurulmalıdır ailə həyatı, yoxsa maddiyyat üzərində qurulmalıdır? Hansı daha düzgün yoldur? Yəni, bizə aydınlıq verin zəhmət olmasa. Hər kəs özünə olan uyğun və dəyərləri bir olan insanla ailə qurmalıdır. Yəni mən əgər deyirəmsə ki, mənim üçün məsələn təhsil önəmlidir, amma qarşı tərəf deyir ki, yox əşi, nə var, nəyə lazımdır oxumaq və o daşdan, sudan danışırsa, amma mən kitabdan Eyni danışıramsa, maraqları olmalıdır. eyni dəyərləri olmalıdır və maraqları olmalıdır, bəli. Əgər mən kitabdan danışıramsa, o daşdan, sudan danışırsa və yaxud da mən daşdan, sudan danışıramsa, o kitabdan danışırsa, burada bir ailə modelindən söhbət gedə bilməz. Siz orada sevgi də yaşaya bilərsiniz, siz orada pul da ola bilər, bəli, pul xətrinə də gedə bilərsiniz, amma orada ailə modelinin inkişafı belə gedə bilməyəcək. Yəni bir müddətdən sonra bezəcəksiniz. Və artıq sıxılmağa başlayacaqsınız ki, bu nədir? Düzdür, burada hər hansı bir məsləhət vermək düzgün deyil. Çünki hər kəs özünə aid öz proqramını həll eləmək üçün bir insan çəkir həyatına. Məndə əgər bu proqram varsa, bu qorxular varsa, bu çözülməyibsə, mən mütləq ki, bunu çözən, ən ağır şəkildə özdə çözən bir insan çıxardacağam mənim qabağıma, qarşıma. Yəni biz bunu ki, mən indi deyim ki, məsəl üçün dəyərlər bir olmalıdır və yaxud da düşüncələr, maraqlar bir olmalıdır. Mənim kodlama sistemin nəyə ehtiyacı varsa, o cürdə insan mənim qabağıma çıxacaq. Ona görə mən tövsiyə edirəm ki, ümumiyyətlə ailə qurmazdan öncə öz psixoloji vəziyyətinizi yerinə gətirin ki, sizin qarşınıza çıxan partnyor normal psixologiyada olan bir partnyor olsun ki, sizə həyatın ağır dərslərini öyrətmək məcburiyyətinə qalmasın. Həm də onu tanıya bilsin.
Həm də onu tanıya bilsin. Hal-hazırda indi qaynana, qaynata problemləri var. Çoxu şikayət eləyir ki, mənim yoldaşım anasının sözünə qulaq asır, mənim sözümə baxmır. Deyirəm ki, bununla sənə nə öyrədir? İnsanda nə yaranır? Aqressiya yaranır. Kəmal xanım nə öyrədəcək? Mənim nəyimə lazımdır, nə öyrədir? O anasının sözünə bax. Nə öyrədir sənə? Hansı dəyəri öyrədir? Hər bir insan özünə bir gün bu sualı versə, inan ki, bu cavab gələcək. Sadəcə heç kim vermir. Hamısı deyir ki, mənim yoldaşım pisdir. Hamısı deyir ki, mənim qaynanam Qaynanam mənim pis. ailəmi dağıtdı. Yenə nə gedir? Yenə gedir məsuliyyətin digər insanlara paylanılması və ötürülməsi ki, hər kəs günahkardır. Bir dənə mən Məndən başqa. məzlumdan başqa. Amma ən böyüyü də Qurban vəziyyətinə qurban nəzərdə vəziyyətindədir. salırlar Bəli, və özün qurban vəziyyətindədir və mən hər videoda dediyim kimi ruh hə dediyi hər bir şeyi bu dünyada yaşayacaq. Əgər sən özünə qurban modelindəsənsə və sən düşünürsən ki, sən fədakar eləməlisən, sən aşırı dərəcədə xidmət göstərməlisən, aşırı dərəcədə öz həyatını ailəvə verməlisən, yoldaşına həsr eləməlisənsə, əlbəttə ki, sənin dəyərin olmayacaq. Çünki insan baxır görür ki, bu insan bütün həyatını mənə verir. Gör bunun həyatı nə qədər boşdur ki, orada heç bir dəyəri yoxdur ki, o insan onun həyatını yalnız mən doldururam. yalnız mənə və mən olmasam, sən onun egosunu yüksəldirsən və mən olmasam, Məhv oldu insan. bu insan məhv olar. Yəni və əlbəttə ki, o başlayacaq. Sən onun egosunu təmin eləyirsən. Və o ego dolduqca da səni əzəcək. Yəni biraz bu qarışıq mövzulardır. Yox, Çünki çox maraqlıdır. Düzdür Kəmal xanım, olduqca dərin mövzudur və kimsə bizi izləsə düşünə bilər ki, rahat əyləşiblər, danışırlar, bəlkə hiss eləyərlər ki, bizi qınayırlar. Bax, o qurban vəziyyətində olan insanlar, qadınlar, fədakar qadınlar. Düzdür, bu bizim elə milli kodlarımızda var, genetikamızdan gəlir. Hamımızda var bir qədər. bəli, Amma biz hansısa məqamda yaş ötdükcə insan müdrikliyə doğru addım atır və insan böyüyür, övladlar böyüdür. Və bir dəfə podkastlardan birində gözəl danışdınız ki, bəs övlad qarşısında necə bir ana görür? Fərqi yoxdur, qız övladı olsun, yoxsa oğul övladı olsun. İndi ana özünə dəyər vermirsə, özünə sevgi vermirsə, özü üçün 1 saat vaxtı belə gətirəcəm mən mövzunu kodlamalara, çünki burada da kodlamaların çox ciddi təsiri olur ki, yaxın ətrafda olan insanlar müraciət ediblər və faydasını görüblər. İlk addım olaraq, məsələn, neynəsin, necə eləsin? Deyəcəklər ki, necə sevim özümü? Öz dəyər deyəndə nəyi demək istəyirsiniz? Mən neyniyim ki? Məsələn, mən öz təcrübəmlə paylaşa bilərəm, istəmirəm egoistlik olsun. Kəmalə xanım ümumi danışsın. Buna necə başlamaq olar? Hardandır? İlk addım olaraq neyniyik heç olmasa tərpəniş başlasın, özümüzü dəyişin deyirsiniz. Özümüzü necə dəyişək? İlk öncə YouTube kanalımda olan bütün videolara baxın. Bu bir. İkincisi isə bizdə olan kodlamalar var. Çox münasib qiymətə və 100-ə yaxın kodlama var. Ailə münasibəti, narsist münasibətlərdən qurtulma, qadın enerjisinin yüksəlməsi və s. Yəni çoxdur, 100-ə yaxındır. Və hər biri də çox münasib qiymətdir, cəmi 10 manatdır. Yəni bizdən onlar artıq minlərlə xanım alıb və çox möhtəşəm nəticələri görüblər. Kəmalə xanım deyin də bilmək istəyirəm ki, keçən səfər dediniz ki, pul kodlamasına tələbat çoxdur. İstəyərdim ki, ikinci növbədə heç olmasa qadın enerjisi kodlamasına Qadın heç enerjisi, bəli, olmasa. qadın enerjisinə şükürlər olsun ki, Bu artıq bir tərpənişdir də demək. bəli, artıq qadınlar oyanışa doğru gedirlər və artıq qadınlar öz həyatlarında bir çox şeyləri dəyişmək istəyirlər və buna qərar veriblər. Və qadın enerjisi kodlamalarımız var ki, çox möhtəşəm nəticələr verirlər. Həqiqətən insanın fərqindəliyini artırır və qadın enerjisini dinləyən xanımlarımız çoxu bizə yazır ki, yəni ailə münasibətimdə artıq yoldaşımda belə dəyişiklik görürəm. Düşünün, yəni və yoldaşımın mənə olan münasibətini görürəm. Dəyişir. Bu da bir təkandır. Bəzən xanımlar həqiqətən də o xaosun içində dəyişə bilmirlər, amma biraz da olsa kodlamanı dinləyib də o nəticəni görəndən sonra daha da artığını eləmək istəyirlər və daha da kökündən hər şey dəyişmək istəyirlər ki, hər şey mükəmməl olsun, hər şey möhtəşəm olsun. Və mən burada bir məsələyə toxunmaq istəyirəm. Baxın, biz qadınlar bütün yükü öz üzərimizə almağı artıq öyrənmişik. Kişinin də yükünü. Kişinin də Bəli. yükün özümüzə almağı öyrənmişik. Evdə kran xarab olur. Əlbəttə ki, mən əminəm ki, hər bir qadın artıq evindəki kranı, yəni təmir eləyə bilir. Qapılar xarab olur, yəni qapı usta nömrələri belə tanıyan xanımlarımız var ki, en qədərdir. Yəni usta ilə zəng elə danış. Deyirsən ki, niyə sən eləyirsən, yoldaşın eləmir. Deyir ona nə qədər deyirəm, eləmir. Və sual yaranır da, sən nəyə görə evində Elə. kişi işi görürsən? Çünki psixoloji olaraq artıq hər şey öz üzərinə
bütün yükü öz üzərinə alan xanımın qarşısına onun kimi güclü kişi çıxmayacaq. Zəif Çünki gələcək. bəli, ikisi də bu cür güclü olsa, yəni Divanda uzanıb dincəlmək istəyən təsəvvür kişi eləyin budur. ki, biri kranı burada düzəldir, biri kranı orada düzəldir. Yəni bu cür vəziyyət yaranacaq. Sadəcə gülmək üçün deyirəm bu misalı. Yəni bunun daha ağır versiyaları var. Yəni 2 güclü insan və yaxud 2 zəif insan bir evdə olmur. Biri mütləq şəkildə digərindən güclü olur. Biz istəyərdik ki, bu güclü tərəf kişi Biz xilafı olsun. istəyərdik belə olsun və bu cür xanımların yoldaşları çoxsu deyir ki, işləmək istəmir, divanda oturur, Tənbəlləşirlər. tənbəlləşir. Nəyə görə? Çünki sən bütün yükü almısan öz üzərinə. Başa düşmür ki, bunu özün edirsən. Sən özün buna şərait Sən yaradırsan. özün də işə gedirsən. Bəlkə onun işləmə potensialı 20% var idisə, sən artıq bütün evin işini görürsən. Səhər gedirsən işə, axşam qayıdırsan, uşaqları yerbəyer eləyirsən. O da deyir ki, da mənə nə ehtiyac var? Sən ona kişi vəzifəsini öhdəsindən gəlməyə icazə vermirsən ki, o kişi olsun. Bəli. Kişi kimi rəftar eləsin. Bunu psixoloji və yaxud da sözlərlə eləmək lazım deyil. Bunu hərəkətlə eləmək lazımdır. Bunu başa düşmək lazım ki, qadının öz yeri var, kişinin öz yeri var. Və biz qadınlar həddindən artıq özümüzü uşaqlara fəda eləyirik. Uşaq olandan sonra biz Onda münasibətlərdə kişiləri unuduruq. Uşaqları yanımıza yatırdırıq, ya da kişini qovuruq divana. Yəni belə şeylər bu yaşanır. səhv hərəkətdir. Əlbəttə ki, düzdür, səhvdir. Kəmal? Mən bir söz deyim, mən hər zaman bu misalı gətirirəm. Bakının ortasında bir yer göstərin ki, orada övlad öz anasının heykəlini qoysun ki, bütün həyatını ona həsr etdiyi üçün. Yəni varsa elə bir heykəl, biri gəlsin mənə desin, yoxdur. Düzdürmü? Biz nə edirik? Əlbəttə ki, övlad çox şirindir. Yəni sizin də övladlarınız var, mənim də övladım. Biz onlarla nəfəs alırıq. Onlar Allah eləməsin, onların dırnağına bir xəta olsun da, yəni nəsə olsun. Ürəyimizi çıxardıb verərik ona. Amma bütün həyatımızı da biz onlara verə bilmərik. Çünki aşırı sevgi, aşırı fədakarlıq sonda dəyərsizlik hissinə gətirir, dəyərsizliyə gətirir. Mən elə qadınlar tanıyıram ki, yoldaşları yoxdur, bütün həyatını veriblər oğullarına, mərkəzə qoyublar o oğulları və oğul da sonra onlardan imtina edib evlənəndən sonra. Bilirsiniz nə baş verir? O zaman ana başlayır çox böyük gözləntidə olmağa. Axı vaxtilə ömrünü bu oğula sərf eləyib də. O başlayır gözləntidə olmağa. Bu oğul övladı da ailə həyatı qurandan sonra onun ailə öhdəlikləri var, yoldaşı var, öz şəxsi həyatı var da. Amma ana gözləntidədir. İstəyir ona daha çox diqqət və bəzən mən qınamıram ha heç bir ananı. Analarımız bunu bilmədən, Bəli. şuurlu şəkildə yox, bilmədən deyəndə də deyir, "Yox, mən incimirəm. Burada nə var ki? Qoy xoşbəxt, tək ki oğlum xoşbəxt olsun." Amma hiss eləyirsən ki, onun rəftarından, oturuşundan, duruşundan, aurasından hiss edir. Nəsə qadının ürəyində nəsə inciklik var, gözləntidədir. Bax elə bu gözləntiyə düşməmək üçün məncə əvvəldən oğul övlad münasibəti, qız ana münasibəti, bax bunlar hamısı fərqli-fərqli münasibətlərdir ki. Həyat yoldaşı ilə olan münasibət, ana ilə oğul arasında bunlar tamamilə fərqli şeylərdir, düzdür? Çünki qadının başqa bir marağı yoxdur həyat və o qədər qısıtlanır ki, vaxtında bəlkə ona oxumağa icazə vermədilər. Bəlkə də nəyisə görə də hər hansı bir öz işini Yaralı məqamlara Bəli, öz işini qurmağa icazə vermədilər və s. Yəni 1000 dənə bəhanə ola bilər. Və qadın artıq xoşbəxtliyi başqa heç bir yerdə tapmır və bütün sevgisini də verir öz övladına. Onun özündən asılı deyil. Ondan O başqa gözləyir. heç bir şeyə fokuslana bilmir. Uşaq olur onun tamamilə həyatının mərkəzi. Biz nəyə görə mama uşağı deyirik? Yəni oğlanlar ailə qururlar, amma hələ də ananın etkisindən yəni qurtula bilmirlər. Çünki ana qoyur onun mərkəzinə və gözləntini o qədər ona yükləyir ki. Və belə iki vəziyyət olur bu halda. Ya oğul evlənir, anadan imtina eləyir, yəni ananı artıq saymır. Ana ilə bir dəfəlik məsələni həll eləyir. Və yaxud da yoldaşı xoşbəxt olmur və tamamilə ana nə dedisə onu eləyir və ana bu dünyanı tərk eləyəndən sonra oğlan qalır belə. Bilmir neynəsin və öz yoldaşına da cəhənnəmi yaşadır. Yəni çox nadir hallarda olur. Hər iki tərəf razı qalmır da heç Hər bir iki tərəf. Çünki bu cür baş verir. Yəni bir insanın anası ilə münasibətində artıq onun orada yoldaşı ilə münasibəti, yoldaşı gərək nə dərəcədə energetik olaraq və təsir gücü anasının yüksək olmalıdır ki, o zaman nəsə bir balans ola bilər. Amma ya belə olur, ya belə. Ya gedir yoldaş tərəfə, anadan imtina eləyir, ya da ana ilə ananın nə dediyini lazımdırsa eləyir. Daha sonra ana bu dünyanı tərk eləyəndən sonra da qalır belə. Bilmir neynəsin və öz ailəsini yenidən məhv eləyir. Yəni hər iki
tərəf belə deyim, ya Heç bu bir tərəf məhv olur, ya o tərəf məhv olur. heç bir tərəf xoşbəxt Bəli, olmayacaq. ona görə qadınlara hər zaman deyirik ki, öz sevdiyiniz nə olsa belə, öz sevdiyiniz işə məşğul olmağı bacarın. Yəni bütün həyatınızı öz uşaqlarınıza verməyin. Həsr Özünüzə eləməyin. vaxt ayırın. Ümumiyyətlə heç kimə həyatını həsr eləmək lazım deyil. Yəni Bu həyat bizə bir dəfə bəli. verilir baxı. Bizim də öz istəklərimiz var, arzularımız var. Və Kəmalə xanım bayaq bir məqama toxundunuz ki, biz axı nə vaxt icazə verdik ki, bu kişi öz öhdəsinə düşən işlərlə məşğul olsun. Biz bəli krantı təmir elədik, divanı çəkdik. Mən istəyirəm həmişə yenə bu məqamda öz təcrübəmlə paylaşım. Mənim üçün də bir fürsətdir Kəmalə xanımdan məsləhətlər alıram belə canlı-canlı. Mən idmana başladım. O da bir mövzudur ki, başlayanda biraz mən idman eləməyi sevirəm. Və bunu özüm hiss elədim intuitiv olaraq ki, mən idman eləməyi sevirəm, hərəkəti sevirəm. İşdən sonra idmana yazıldım və bu mənə çox böyük zövq verir. Baxmayaraq ki, müəyyən yorğunçuluq olur təbii. Və mən orada məşqçi qadınlarımızla tanış oldum. Mənim təlimçim, məşqçim məndən çox cavan bir xanımdır, qızdır. Biz söhbətləşirik və o çox güclüdür. Hə, boyda da məndən balacadır, amma çox güclüdür. Fiziki olaraq çox güclüdür və ağır çəkilərdə idman eləyir və bunu sevir. Böyük belə qadınlar da var da, yəni. Bunu böyük məmnuniyyətlə eləyir. Mən də bir dəfə ondan sataşdım. Belə zarafat var aramızda. Dedim ki, sən yəqin evdə burada 35 kilonu qaldırırsan, 45 kilonu qaldırırsan. Deyirəm, sən yəqin evdə evi təmizləyəndə divanı belə barmağınla itələyirsən, qaldırırsan, servanı belə rahat çəkirsən. Dedi, xeyr əzizim, mən burada 45 kilonu qaldırıram. Mən evdə 1 kilodan artıq şey qaldırmıram. Deyir. Mən o divanı niyə qaldırmalıyım? O məyər mənim işimdir. Mən belə baxdım. O məndən bəlkə 10 yaş balaca bir qız idi. Baxdım belə Qəribə gəldi. qəribə gəldi. Gözləmirdim bu cavabı. Amma dedim nə gözəl, nə yaxşı. Xoşum gəldi. Nə yaxşı. Və o qızın sözü deyir ağır yaşda deyil, başladı. Yəni öyrənmək üçün nə fərqi var ki, kimdir? Bizi övladlarımız da bizə dərs keçə bilər. 15 yaşlı balaca bir uşaq da bizə hər hansı bir dərs, siz deyirsiniz ki, müəyyən bir kəlmə də qulağında sırıq ola bilər. Dedim, düz eləyir. Düz eləyir, Bu düz. bəli. Nə olsun ki, onun ona gücü çatır. Fiziki gücü bəlkə də yoldaşından da güclüdür. Deyil. Amma o bilir ki, o mənim işim deyil. Bu qadının vəzifəsi deyil. Kişinin öz vəzifəsi var, istər evdə, istər cəmiyyətdə. Qadının da öz vəzifəsi. Hərə qoy öz rolunda olsun da, belə daha gözəl olar. Adətən xanımlar şikayət eləyir ki, bəs yoldaşımı göndərdim bazarlığa, getdi, fərsiz meyvələr, tərəvəzlər aldı, gəldi. Əminəm ki, hamımızın başına gəlib. Göndərirsən pomidor almağa. Hətta mən əvvəl yoldaşımdan soruşurdum, sən canım bu pomidoru yəni sən necə oldu bunu aldın? Hardan tapdın? Mən 40 il tapsam, axtarsam bu cür yəni pis pomidor tapa bilmərəm. Məsələ burasındadır ki, bu hallarda biraz təmkinli yanaşmaq lazımdır. Dərhal ver mən gedim özüm alım demək deyil də, get bir də al. Gələn dəfə bir də al. Deməli sən onu ona öyrətməlisən. Başa düşürəm, səbirsizlik. Bəzən kişilər balaca bir uşaq kimi olur da. Budur. Bilirsiniz, mən digər verilişlərdə də dedim, biz ümumiyyətlə Azərbaycan xalqı həyatı həddindən artıq çox Çətinləşdirir. çətinləşdirir və ciddiyə alırıq. Çox ciddiyə alırıq. Hər şey bizdə tragediyadır, hər şey bizdə Dramaya çevirir. dramadır. Pomidorun onsuz da bir həftə sonra artıq solub çıxıb gedəcək. Vəsə. Bu sözün artıq heç bir necə deyim, yəni bir həftə sonra bu davadan heç bir əsər əlamət qalmayacaq. Və yaxud da hadi bir şey götürün, biraz acı bir müqayisə olacaq. 70 il, 80 il sonra biz heç birimiz bu dünyada olmayacaq. 100 il sonra ümumiyyətlə heç birimiz olmayacaq. Biz nəyi belə çətinləşdiririk ki? Almadı, gələn dəfə daha yaxşısını alar. Bu dəfə sən bununla yola ver. Belə kişini məsuliyyətə öyrətmək lazımdır. Öyrətməyəcəksiniz. Hər şeyi nə vaxt ki öz boynuna Balaca uşaq kimi onu öz çiyin elə kişilər var ki, hər şey özləri eləyirlər. Evləndi. Mən də məsuliyyəti öz üzə götürür. Qohumlarda Başa düşür da ki, var. elə olmalıdır. xanımın nəsə deməyə ehtiyacı yoxdur. Gedir evin bazarlığın ən dadlı pomidorlarında o alacaq. Bir dənə fikir vermisiniz, elə kişinin qadını necə olur xanım? Deyin də Kəmalə xanım. Arsız. Yəni həqiqətən rahat. Gözəl formada desək necə Bəli, olur? belə də olmalıdır kimi bir inancda olur. Çünki mən belə xanımları Bu səhvdir. tanıyıram. Yox, doğrudur. Doğrudur. Bəli. Mən belə xanımları tanıyıram və bəzən onlar mənə qıcıq verir. Çünki mən özüm fədakar xanım olmuşam. Yəni ömür boyu ən dadlı pomidorları mən almışam. Son 2-3 ildir artıq bu estafeti Ciddi vermişəm. vəzifəni Bəli, itirmisiniz. yoldaşıma.
Amma, məsəl üçün 20-22 yaşında bir xanım ailə qurur. O evdə xanım xatın oturur və görürəm ki, əlin ağdan qaraya belə vurmur və onun nəsə al, bu yoxdur Deməyə deməyə ehtiyac da belə yox. ehtiyacı Bəli, yoxdur. Və içimdə qəribə bir bəzən qıcıq yaranırdı ki, deyirəm, bax nə ağıllı qızdır. Bilmir bu sistemi, amma içində artıq o güc var. Var elə insanlar. Biz məsəl Çoxu üçün bunu bilərəkdən o eləmir. 2000-ci illərin pokoleniyasıdır daha çox. Bizim pokoleniya Bizim belə pokoleniya hamımız özümüz alırıq hər şeyi. Və bəzən məsəl üçün indi mən fərqində oluram da artıq başa düşürəm ki, qıcıq yaratdısa, deməli məndə orada nəsə tamamlanmayıb ki, bu məndə qıcıq yaratdı. Gördüm 1-2 dəfə o xanımı gördüm mənə konkret əsəb verir. Çünki o 20 özündə yox da. 22 yaşında başa düşdüyünü mən 33 yaşımda başa düşmüşəm. Yenə də şükür başa düşmüşəm hardasa və var. Yəni o artıq onu bu cür qəbul eləyir və sən ona desən ki, bəs evin bazarlığını sən eləmirsən, o deyəcək, "A, belə şey olar." Qadının, qızın inanc sistemində qadın gedib bazarlıq eləmək kodu yoxdur. Fədakarlıq kodu yoxdur. O O ailədən gəlir O Kəmal xanım. ailədən Mən də gəlir, o aylənməmişəm. ruhdan gəlir. Müəyyən bir çətinlik görmüş bir ailədə böyüyən qızlar da var ki, deyir ki, tam fərqində olan bir formada deyir ki, mənim həyatım bu cür olmayacaq. Mən xanım xatın oturacam evdə və mənə hər şey gələcək. Belə də olur. Pul da gəlir, var-dövlət də gəlir, yoldaş da ona bütün İstədiyi maaşıdır. kimi. Bütün maaşı, bütün kartı da ona verir. Yəni mən insanlarla danışırıq da, ünsiyyət qururuq. Məsəl üçün elə bir bəydir ki, məsəl üçün tanıyırsan, belə danışır və deyir ki, mən deyir xanımıma bütün maaş kartımı vermişəm və orada 1 ton pul var. Yəni deyir mən orada hara nəyi xərclədi, neynədi bilmirəm, amma xanım çox üzr istəyirəm. Bəzən adını yazanda öz adında 2 dənə səhv eləyir və oturursan analiz eləyirsən. Deyirsən ki, mən bu qədər oxumuşam, düzdürmü? Axı Qədrini, dəyərini bilən yox. Bəli, mən bu qədər oxumuşam, mən bu qədər özüm əziyyət çəkirəm. Mənə bu münasibət yoxdur, amma onda var. Nədir? Burada nə? Bunu mən eqosal olaraq sadəcə bir zarafat kimi deyirəm. Əslində elə düşünmürəm əlbəttə ki. Fərqindəyəm ki, bu nə üçün mənə qıcıq yaradır. Amma yəni o qadının kodunda, kodlama sistemində mən kişiyə özümü fəda edərəm ki, məni istəsin kodu yoxdur. Yoxdur. Tamamilə o kod onda iştirak eləmir. Ona görə də onun qarşına öz həyatını, belə deyim, hər şeyini, pulunu, vaxtını, zamanını Fəda eləyər. ona fəda eləyən bir insan çıxır Nə qabağına. gözəldir. Çünki o yoxdur. Məsəl üçün bizim də yoldaşlarımıza əgər biz fədakarlıq eləyiriksə, deməli onun sistemində yoxdur ki, o bizə onu fəda eləməlidir və mən ona görə ona fəda eləyirəm. Artıq mən bunu anlayandan sonra, amma mən bu fədakarlıq kodunu, hər şeyi mən eləyərəm kodunu özümdə balanslı saxladığımdan sonra artıq onun öz daxili potensialı, axı o da insandır, düzdürmü? Onun daxili potensialı başlayır çıxmağa ortaya. Kəmalə xanım, çox maraqlı bir məqama gəldik. Yenə də biz nə qədər fikir verməsək də məişət həyatı bizim həyatımızın, nə qədər işgüzar xanım olsaq da, məişət həyatı biz xanımların 80% həyatını təşkil edir. Biz ailəlik, övladlar var, bunu görməzdən gələ bilmərik. Mən gənc yaşlarında, mənim də 2 oğlum var. Allah saxlasın. Çox sağ olun, Allah sizin övladları saxlasın. Tez-tez belə fikirlər mənə deyirdilər, qıcıqlanırdım. Əvvəl çox qıcıqlanırdım və hirslənirdim, qəbul eləmirdim, inkar eləyirdim. Hətta belə kəlmələr deyirdilər, beynimdə əzbərə yazmışdı. Sən qızın yoxdur, sən qədri bilən olmayacaq. Mütləq qızın olmalıdır. Bir qız övladıdır. Qızsız ana, duzsuz ana. Qızsız ana. Bu söz məni elə əsəbləşdirirdi. Mən deyirdim, nə fərq var? Övlad övladdır da. Sağlam olsun, xeyirli övladı olsun. Biz ona gözəl tərbiyə verək. Bizim qədrimizi, qiymətimizi bilsin. Bizdən asılıdır. Analardan asılıdır dedim. Sonra mənim övladlarım çox balaca idi. 2-3 yaşları olanda oğlan uşaqları olduqları üçün, amma deyim ki, mən də ailəmdə elə görmüşdüm. Yəni bizim ailədə mənim anam bazarlıq eləməmişdi qətiyyən. Bu işlərin hamısını atam öz üzərinə götürmüşdü. Yəni anamda biraz o zabitəlik görmüşəm. Yəni o siz desəz də bizim nəsildə, bizim pokoleniyada, amma nadir hallarda da olsa Əlbəttə ki, görürəm. Deməli mən övladımın 3 yaşı var, oğlan uşağıdır. Evimizin yanında, çox yaxınlıqda. Bir tərəfdə məsələn zibil yeşiyi var, zibil atırıq. Bir tərəfdə çox yaxınlıqda çörək köşkü var. Gedib oradan çörəyə. Mən də 2-3 yaşımdan başladım bunu öyrətməyə. Deyirəm, pulunu verirəm əlinə, deyirəm Cavad,
get bir dənə Hı çörək hı. al, gəl. Mən anayam, bəli, narahat oluram. Onu qapıdan buraxan kimi qaçırdım pəncərədən, Hı hı. baxırdım görüm necə getdi. Gedib izləyirəm, Hı getdimi? hı. Axı o qədər səksəkədə bizi böyüdüblər ki, balaca Düzdür. uşağı göndərirsən çörəyə, özün ged al da burdan buradır. Niyə Düzdür. özün gedib Düzdür. almırsan? Qorxmursan, uşaqdır. Buna kənar adamın deməyə ehtiyacı yoxdur. Bəzən bunu deyən bizim öz anamız, xalamız, bacımız da ola bilər. Bu da siz dediyiniz kimi öyrəşmişik bu qorxularla Onda böyümüşük, sizin inanclar yoldaşınız da evdə böyüyür. bazarlığı o eləyir, O düzdürmü? eləyir. Amma Ödək. baxın, amma mənim papam, həmişə dənizdə işləyib. 3 həftə dənizdə, 3 həftə evdə. 3 həftə evdə də olanda yenə işə gedirdi, gəlirdi. Biz papanı çox az görürdük və bizim evin bütün bazarlığını, mebelləri dəyişmək, mebelləri otaqdan otağa Anam. dəyişmək, hamısını anamız eləyirdi. Mən belə görmüşdüm. Ona görə mən də belə idim və mənim üçün qadının bazarlıq eləməyi çox normal idi. Amma sən sonra mən Mənim qıraqda üçün bu çox təəccüblü idi görürsüz? və bunu qəbul eləmək istəmirdim. Görürsüz? Yəni Bəli. çünki sizin inanc sistem kodlama fərqlidir. Mənim 26 yaşım var. Bəli. Mənim inanc sistem kodlama fərqlidir. Sizin üçün budur norma, mənim üçün budur norma. Hı -hı. Yəni əslində kimin düz və yaxud da yanlış söhbəti getmir. Kimə necə rahatdırsa elə yaşayır. Amma biz qadınlar o yükün altında bəzən əzilirik. Yəni bütün evin işin öz üzərimizə götürmək bizi yorur. Çünki mən anamın yorulduğunu görürdüm, tükəndiyini görürdüm. Çünki kişinin elədiyi başqadır, qadının elədiyi başqadır. Qadın çünki o zaten bizim üstümüzdə bir ton yük var. Hələ bir onu da götürsək daha iyi Onda olur. qadın necə olur? Mutsuz olur. O Bəli, əsəbi gülən olur. üzünü görmürsən, Əsəbi olur, xoşbəxt bəli. görmürsən və xoşbəxt olmayan qadın da başqa kimi xoşbəxt eləyə bilər? Heç kim. Əgər mən xoşbəxt deyiləmsə, mən həyat yoldaşımı ya övladımı necə xoşbəxt eləyə bilərəm? Mümkün deyil. Demək bu xoşbəxtliyi mən özümdə kiçik səbəblərlə yaratmalıyam. Bəlkə bunu özümə öyrətməliyəm, tərbiyə verməliyəm. Bayaq mən övlad münasibətini misal gətirdim ki, balaca uşağı göndərdim. Düzdür, mən də fikirləşirdim, bəlkə düz eləmirəm, mən necə anaya falan. Amma uşaqlıqdan mən onu elə öyrətdim, elə böyütdüm. Vaxt gəldi, getdi bazara, gəldi, rahat. Bu onun üçün normaldır. İndi mənim bu böyük oğlum mənim yanımda deyil. 17 yaşı tamam oldu. Mənim üçün çətin bir sınaq oldu. Məsələn, mən onu buraxa bilmirdim. O xaricdə təhsil alır indi. Yüksək balla daxil oldu. Sağ olsun bizi də sevindirdi. Fəxr hissi ilə deyirəm bu Nə gün gözəl. onu. Amma indi söhbətimin canı odur ki, o kiçik yaşlarından artıq öyrəşmişdi biraz özünə qulluq eləməyə. Orda mənim ürəyim arxayın idi ki, o heç olmasa özünə qulluq eləyə biləcək. O özünə sabah bir pomidor, yumurta eləyə biləcək ki, çox gözəl Əlbəttə səviyyədə ki. bunu bu gün eləyir. O özü üçün aş bişirir, qreçka bişirir, mənə şəkillərində atır xaricdədə, Avropada. yaxşı. Ana bax, çox sevinirəm. Fikirləşirəm balacalıq vaxtı gözümün qabağına gəlir. Deyirəm yadım sən çox bacarıqlı idin. Həmişə gedirdin, öhdəsindən gəlirdin. İndi də öhdəsindən gəlirsən. Mən ona icazə verirdim. Mən onda inam yaradırdım ki, sən güclüsən, sən bunu da bacararsan. Və bu da bir dəstəkdir. Bu da oğul uşaqlarına bir dəstəkdir. Onlarda güc yaradır, Bəli, özgüvən bəli. hissini yaradır. Uşaqlıqdan. Deyərsiniz ki, yemək hazırlamaq nədir? Amma bir oğlan uşağı üçün bu məni Bəli, çox sevindirir böyük şeydir. şəxsən və ana üçün ürəyinə bir rahatlıq gəlir ki, orada öz qayğısına qala bilir. Mən olmasam da. Bəli, Mən bəli. olmasam Əlbəttə da ki, bu qayğısına böyük bir qala şeydir. bilir. Bəli, bəli. Yəni əlavə bir nəsə narahatlığa ehtiyac qalmır artıq. Bilirsən ki, orada nəsə eləyəcək ki, biz hər birimiz artıq mən də Nihadı o cür böyüdürəm. Yəni özünə çay da süzür, yemək də qoyur, Maşallah. qabını da yuyur. Hı -hı. Yəni ki, sabah ailəsinə düzgün belə yanaşsın və düzgün həyat münasibətində. yoldaşına, yəni artıq bir evin bazarlığını o eləsin. Yəni bu mənim üçün çox önəmlidir və evin bütün kişi işlərində o eləsin. Bəli. Yəni bu çox önəmlidir. Çünki bilirsiniz ki, ailədə qadın xoşbəxt olarsa, o kişini də xoşbəxt Bəli. eləyəcək. Bəli, biz bilməliyik ki, qadın enerjisindən, qadın gücündən çox şey asılıdır. Kəmalə xanım, çox təşəkkür edirəm. Çox maraqlı söhbətimiz keçdi. Növbəti mövzuları, görüşləri səbirsizliklə gözləyirəm. Öz adımdan və izləyicilər adından sizə minnətdarlıq Mən bildirirəm. təşəkkür edirəm. Çox sağ olun. Siz Sağ olun. Sağ olun.